Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 4 otaqlı ev satışa çıxarıldı 89 min manata. Şəxsi özləri üçün tikilmiş evdir, 4 otaqlı evdir, torpağının çıxarışı ilə satılır, qaz, su, işıq sayğacı var, kanalizasiyasındakı mərkəzidir. Yerləşdiyi ərazidə Saray qəsəbəsində bilirsiniz hardadır? Sumqayıtdan gələndə Saray Petroldan sağa dönəndə oba var, yanında da asfalt yol girir içəri. Elə həmən asfaltla düz biraz gəlirsiniz qabağa, bu evin düz qabağından keçir, həmən asfalt. Yəni darvazanı açırsınız, birbaşa qabağa asfaltdır. Yəni ki, oradan həm də Sumqayıt marşrutları həmən düz qapının ağzından keçir. Yanında da supermarket, oba market var. Yəni bunları inşallah gələndə sizə göstərəcəm. 89 min manatdan da ev sahibi özü endirim eləyəcək. Hal-hazırda çəkilişimizdə də qonaq otağından, yəni zaldan başlamışıq. 6-nın, neçə oldu o zal? 7-nin 5-ə. 7-nin 5-ə qonaq otağım. Yəni 35 kvadrata yaxın tək bir zaldır. İndi zəhmət olmasa yaxınlaşın. Ümumi göstərək. Bax, bu bir qonaq otağı idi. Bütün hamısını göstərəcəm, diqqətlə baxın. Qurqavoy qoşadaşla tikili, fundamentli kəmərli evdir. Yəni şəxsi özünə tikilmiş evdir. Burada hər şey yüksək səviyyədədir. Burada bir otaqdır. Burada bir otaqdır. Qonaq otağından başqa, bax, ikinci otaq buradır. Sonra bir otaq buradadır. Buranı da göstərək. Göstərin buna. Bax, bir otaq budur. Bir otaq da buradadır. Yəni, siz gəlin zəhmət olmasa bura. Bax, bir otaq da buradadır. Ən böyük yataq otağı budur. Ümumilikdə 4 otaqlı evdir, 89 min manatadır. Qiymətində mütləq endirim olunacaq. Şəxsi özləri üçün tikilmiş evdir. Torpağın çıxarışı ilə satılır. Dediyim kimi, bütün kommunalları hamısı var. Qazı, işıq sayğacı, kanalizasiyasındakı mərkəzidir. Bu da mətbəxidir. Mətbəxi gəlin bir dənə bura zəhmət olmasa. Gəlin bura, buradan da belə göstərək. Aspiratordur, qaz keçidir, suyudur, qazıdır, hamısı qaydasındadır. Yaşayış evi. Yəni burada hər şey var. Bir də nə izah eləmək istəyirəm sizə. Burada sanitar qovşağı ayrı-ayrıdır. Bir dənə onu göstərək. Yaxınlaşın zəhmət olmasa. Hamam da ayrıdır, ayaq yolda ayrıdır. Baxın. Bunu da göstərək. Həyətdə də var. Hə, evdə də var, həyətdə də var. Bir dənə buranı da göstərin. Bax, bu da belə. İndi zəhmət olmasa yaxınlaşın. Gəlin bir dənə zəhmət olmasa. Bax, piləkən evin içindədir. Görürsünüz. 6 piləkən qalxırsınız evin içindədir. Burada da paltarı yığmaq üçün yeri var. İşıqları, külçatırları yandırmaq üçün hər şərait var. Yəni yaşayış evidir. Burada hər şey qaydasındadır. Buradan da gəlib çıxdıq həyətə. Siz zəhmət olmasa ayaqqabılarınızı geyinin. Bax belə. Bir dənə buradan gəlin, qapıdan gəlin belə çəkək, bu evdə düşsün. Bax, bu darvazadan gəlib girirsiniz içəri. Bax, darvazanın ağzı da asfaltdır. Bax, buranı göstərirəm, görəsiniz. Baxın. Asfaltı göstərin, bax, asfaltdır. Bütün marşrut xəttləri oradan keçir. Gəldik burada, daxil olduq həyətə. Evimizin hər bir tərəfindən fırlanmaq üçün yeri var. Bir də gör, evin krişası düşürsə, evin üst krişası, yəni çerepitsadır. İndi buradan mən görürsünüz, evin üst krişası çerepitsadır. Bütün joloblar, mərkəzi kanalizasiya birləşib. Gəlin bir dənə bura. Dəmir rəşotkalarına qədər qoyulub. Sonra burada həyət üçün ayaq yolu var. Evin içində də var, həyətdə də var. Həyətdə də var. Bir də burada evin arxasında. Bunu gəlin bura göstərək. Bax, burada xüsusi belə mətbəx kimi düzəldiblər, görürsünüz. Bax, belə. Bir dənə oranı çəkin, belə mən, belə çəkin. Bax, görürsünüz, əldə ayaqda olan artıq şeylərini yığırlar. Yay mətbəxi kimi burada mətbəx kimi istifadə edirsiniz də xala. Hə, yayda bütün burada mürəbbə bişirmələr, yəni yaya aid olan diş-dişlər hamısı burada olur. Hə, yayda deyil evə çıxmırıq. Gəlin bir də izah edeyim. Deməli, Saray qəsbəsində izah elədim. Oba marketdən girəndən sonra düz asfaltın qırağındadır. 4 otaqlı evdir, 89 min manatadır. Bax, burada padvalı da var. Bax, burada padvallar, bax. Qupquru ərazidə. Əraziyə bir dənə baxın, padvalını göstərin. Bax, belə. 89 min manatdan da gələcəksiniz ev sahibinə, bax, ev sahibləri mənim yanımdadır. Özləri ilə danışarsınız, xala, qiymətli endirim eləyəcəksiniz də. Yaxşı endirim eləyəcəklər. Gəlin, mütləq bu evə baxın. Allah Allah'ın daha satana da xeyir versin. Sağ olun.